Ermənistan vətəndaşı təqsirləndirilən Ruben Vardanyanın açıq keçən məhkəmə iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev onları məhkəmənin tərkibi ilə tanış etdi. Hüquq və vəzifələri barədə məlumatlandırdı. Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Abraham Berman müraciət edərək 6 fevral 2025-ci il tarixli iclas protokolu ilə tanış olduqları zaman məhkəmə kollegiyasına etiraz etmək üçün əsaslar müəyyənləşdirdiklərini bildirdi. Müdafiəçi qeyd etdi ki, məhkəmə iclas protokolunda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməyib və bu bizdə məhkəmə kollegiyasının iş üzrə obyektiv və qərərsiz olmayacağı barədə əsaslı şübhələr doğurur. Ona görə də vəkil məhkəmə kollegiyasına etiraz etdi. Təqsirləndirilən Ruben Vardanyan etirazı müdafiə etdi. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək qeyd etdi ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Həmçinin dedi ki, müdafiə tərəfi eyni qaydada, eyni üsuldan istifadə etməklə qeyri-müəyyən səbəbdən verdiyi etirazlarla məhkəmə prosesinin uzadılmasına nail olmaq istəyir. Qeyd olunanlar nəzərə alınmaqla Vüsal Əliyev etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Prosesdə iştirak edən zərər çəkmiş şəxslər də etirazın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə getdi. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edildi. Qərara əsasən etiraz baxılmamış saxlanıldı. İclasa sədrlik edən qərarı əsaslandıran zaman vurğuladı ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib. Sonra zərər çəkənlər məhkəmədə ifadə verdilər. Zərər çəkmiş Mahir Hüseynov dedi ki, o Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçıları Fuad Musayev və Təranə Məmmədovanın suallarına cavabda zərər çəkmiş bildirdi ki, həmin vaxt Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri mütəmadi olaraq mövqelərimizi atəşə tutub. Eyni zamanda ərazilərimizi minalayıb. Ermənistanın Azərbaycana qarşı mina terroru davam edib. Bəzən həmin minalar təminat yollarında aşkarlanıb. Zərər çəkən Mədət Rızayev isə ifadə verdi ki, o Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaralanıb. Bildirdi ki, həmin vaxt Ermənistan ordusu mütəmadi olaraq mövqelərimizi atəşə tutub. Xüsusilə də təminat yollarına hədəf götürüb. Zərər çəkmiş Mehman Həsənov Ağdamın Mollar kəndində yaralanıb. Məhkəməyə ifadə verdi ki, həmin gün kənd ərazisində yol inşasına həyata keçirilməsi məqsədi ilə qazıntı və quruculuq işləri ilə məşğul imiş. Bu zaman atəş səsləri eşidib. Təxminən 80 metr aralı məsafədə düşmüş mərmi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər alıb. Ətrafda olan insanların köməkliyi ilə Ağdam rayon mərkəzi xəstəxanasına gətirilib. Zərər çəkmiş Seymur Qarayev Ağdamın Papravənd kəndi istiqamətindən Ağdərə rayonunun Canyataq kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mina atan mərmisinin onun yaxınlığına düşüb partlaması nəticəsində kəllə beyin travması alıb. Zərər çəkmiş Sadiq Baxşıyev isə dedi ki, düşmən mütəmadi olaraq təxribatlar törədir, mövqelərimizi atəşə tuturdu. Xüsusilə də təminat yollarını daim hədəfə götürürdü. Amma Azərbaycan ordusu düşmənin təxribatlarının qarşısını vaxtında alırdı. Zərər çəkmiş dedi ki, o düşmənin snayperlə açdığı atəş nəticəsində yaralanıb. Zərər çəkmiş Cəsarət Həsənzadə də məhkəməyə ifadə verdi ki, düşmən mövqelərimizi atəşə tutub. Açıq kəllə beyin travması alıb. Bədənində hələ də qəlpələr var. İkinci qrup əlildir və müalicəsi davam edir. Zərər çəkmiş Həsən Quliyev isə Ağdamın Sırxavənd kəndi istiqamətində yaralanıb. Kəllə beyin travması və ayağından yaralanıb. Qeyd edək ki, məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçilik əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir.
Zərərçəkmişlər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırdılar. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri də elan olundu. Məhkəmənin növbəti iclası mayın 13-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzdulluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.